Dinimizdə fəzilətli günlərdən biri də Aşura günüdür. Bu gün Hicri təqviminin birinci ayı olan Muharrem ayının 10-cu günüdür. Bu gündə, yəni Aşura günündə rəvayət olunur ki, Hz. Musa aleyhissalam Qızıl dənizi yarmış, İsrailoğullarını Firavunun zülmündən qurtarmışdır. Hz. Yunus bu gündə balığın qarnından qurtulmuş, Hz. Nuhun gəmisi Cudi dağına bu gündə oturmuş, yenmişdir və digər neçə belə Peyğəmbər möcüzələri bu gündə yaşanmışdır. Onun üstündə Peyğəmbər Efendimiz Muhammed Mustafa sallallahu aleyhi ve sellem də bu günü oruçlu keçirmiş və ashabına da, ümmətinə də tövsiyə etmişdir. Lakin Yahudilər də bu günü oruç tutduğu üçün Peyğəmbər Efendimiz onlara müxalif olmaq üçün, yəni onlara bənzəməmək üçün Aşura günündən ya bir gün əvvəl, ya da bir gün sonra, yəni Aşura günü ilə bərabər ya özündən bir gün əvvəl, ya da özündən sonra 9-cu ya da 11-ci günləri də Aşura günü orucuna ortaq qoşmuşdur. Aşura günü həmçinin Peyğəmbər Efendimizin mübarək soyundan gələn nəvəsinin Həzrət Hüseyin və yanındaşların, silahdaşlarının şəhadət günüdür. Onun üçün də Aşura günü Müslümanlar üçün həm fəzilət daşıyan fəzilətli bir gündür, həm də çətin və bir qəmli bir gündür.